At TV ekranlarından hər kəsə salam. Mən Aydın Rıza. Verilişimiz isə qalibsən. Əgər səndən çox doğru suala cavab versən, biz hazırıq. Siz də hazırsınızsa başlayaq. Kosmosa çıxan ilk insan kim olmuşdur? Yuri Gagarin. Bu doğrudur. Təbriklər. Qırmızı planet adı ilə tanınan planet hansıdır? Mars. Əla, yaxşı gedirsiniz. Qədim Misrin ən məşhur qadın hökmdarı kim olmuşdur? Kleopatra. Əla. Bu bunu məncə bilə bilməyəcəksiniz, amma yenə də biləm. Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxan klub hansıdır? Qarabağ. Xeyr. Təəssüf ki. Kosmosa çıxan ilk insan kim olmuşdur? Yuri Gagarin. Qırmızı planet adı ilə tanınan planet hansıdır? Mars. Qədim Misrin ən məşhur qadın hökmdarı kim olmuşdur? Kleopatra. Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxan klub hansıdır? Neftçi. Okay. Musiqi tarixində popun kralı kimi adlandırılan sənətçi kimdir? Popun kralı. Azərbaycan tarixində. Musiqi Musiqi tarixində. Kosmosa çıxan ilk insan kim olmuşdur? Səhv eləmirəmsə Yuri Gagarin olmuşdu. İti ilə birlikdə işlərə çıxmışdı kosmosa. Qırmızı planet adı ilə tanınan planet hansıdır? Qırmızı planet adı ilə tanınan Venera, yox, Mars olmalıdır. Qədim Misrin ən məşhur qadın hökmdarı kim olmuşdur? Qədim Misrin deməli 2,000 years later. təəssüf bunu bilmədim. Kosmosa çıxan ilk insan kim olmuşdur? Yuri Gagarin. Qırmızı planet adı ilə tanınan planet hansıdır? Venera. Kosmosa çıxan ilk insan kim olmuşdur? Yuri Gagarin. Qırmızı planet adı ilə tanınan planet hansıdır? Mars. Bu da doğrudur. Qədim Misrin qadın hökmdarlarından ən məşhuru kim olmuşdur? Saçı Yuli Sezar dedi. Kleopatra. Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə çıxan ilk klub hansıdır? Neftçi Borussia Dortmundla. Baksiyalar yanında. Musiqi tarixində popun kralı kimi adlandırılan sənətçi kimdir? Qadın da kişi. Ona ipucu verin də. Michael Jackson. Dünyada internetin ən çox istifadə edildiyi ölkə hansıdır? Yəqin ki, əhalisi çox olan adam olar da, Çin olar. Mənim fikrim. Yatanda bir gözü açıq olan heyvan hansıdır? İki gözü bilirdim, delfin. Və təkrar salam. Salam. Əvvəlcə bizim videomuzda iştirak etdiyiniz üçün sizə çox sağ ol deyirik və minnətdarıq ki, videomuzda iştirak etmisiniz. Təşəkkürümü bildirirəm. Video içərisində ən çox suala doğru cavab verən və bütün sualları doğru cavablandıran siz olmusunuz. Təşəkkürümü bildirirəm. Sizə üçün çox sağ olun. Təşəkkür. Bu səbəbdən də sizi belə deyələndiririk. Çox Kiçik də sağ olsa olun. Çox sağ qəbul olun. edin. Təşəkkür Sağ edirəm. olun. Böyük çox sağ olun. Həmişə istifadə edən zaman bizi xatırlayarsınız. Çox sağ olun. Təşəkkürəm. Çox sağ olun. Minnətdaram. Var olun. Beləliklə qalib sanadı verilişimizin sonuna gəldik. Videomuzu bəyənməyi və videonun aşağısında öz fikirlərinizi bölüşməyi unutmayın. İzləmədə qalın. Bizi öz korpusunuzda görmək istəyirsinizsə, aşağıda rəy hissəsində bildirə bilərsiniz. Sağ olun, təşəkkürlər.